Birinci söz, bir inci söz, Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Mən dünyanı belə gördüm. Birdən 200-ə qədər səsli kitablar. 7-ci kitab. Bir hekayə, bir xatirə, bir söhbət. Bir hekayə. Qonşu. Safiyə işdən çıxıb evə gəlirdi. O adəti üzrə yol boyu ehtiyacı olan ərzaqlardan da bir şeylər almışdı deyə əli biraz ağır idi. Ona görə də dolu ərzaq torbalarını bir əlindən o bir əlinə keçirdə-keçirdə yaşadığı binaya yaxınlaşırdı ki, blokun ağzında bir yük maşınının dayandığını gördü. Bir neçə adam maşından avadanlıq endirir, bu binanın hansı evinəsə köç daşıyırdı. Bayaqdan da yorğunluq üzündən kefi olmayan Safiyənin qanı biraz da qaraldı. Səbəb də o idi ki, Safiyə bu köçün hansı evə daşındığını təxmin edirdi. Bu köç çox yəqin ki, onun üzbəyüzündəki boş evə daşınırdı. O ev son dəfə 6 ay boş qalmış, bu müddətdə təkcə Safiyənin deyil, bütün qonşuların qulağı dincəlmişdi. Bu vaxta qədər biri gəlib biri gedən kirayəçilərin səs-küyündən, davadalaşından, ətraf mühiti zibilləməyindən canı qurtardığını düşünən Safiyənin sevinci uzun sürmədi. 6 ay, 6 gün kimi gəlib keçdi. Yenə həmin o yeganə boş evə yerini bir qonşu gəlirdi. Safiyə bu hadisəyə elə əsəbləşdi ki, kimin köçdüyü ilə də maraqlanmadan yeyin addımlarla yuxarı qalxdı. 3-cü mərtəbədəki evinə girdi. Qapını da arxasınca zərblə çırpdı. Baxdı ki, bununla da ürəyi soymadı, ucadan öz-özünə dedi. Sən nə deyib sevinirdin, Safiyə xanım? Məyər belə olacağını bilmirdinmi? O acgöz ev sahibi qoyardımı ki, biz burada adam kimi yaşayaq? Onun fikri zikri puldadır. Onun nə vecinə? Bu binada yaşamır ki, burada baş verən biabırçılıqları görsün. Özünə ayrıca ev aldı, canını qurtardı. Bura artıq onun evi deyil ki, pul kəsən fabrikidir. Ar yox, namus yox. Belə bir adam nə deyib bizi düşünəcək? Yenə də görəsən haranın avarasını tapıb gətirib. Ay Allah, nədir mənim bu qonşu evin sakinlərindən çəkdiyim? İndi durum ilin günün bu vaxtı öz halal evimi satım ki, nə var qonşuluqda belə bir günah yuvası var? Elə bir dünyada da yaşayırıq ki, heç kimin kitabını oxumur. Bu ölkədə şikayətə baxan da yoxdur ki, şikayətini eləyəsən, bir tədbir görələr, bizim də canımız qutarsın. Üstəlik təpiklərin ən ağrı da mənə dəyir. Sanki hər şeydən yarmışdım, bircə bu qalmışdı. Safiyə monoloqunu ara verdi, biraz ətrafı dinlədi, biraz pilləkəndən gələn tarap-turpa qulaq asdı, sonra yavaş səslə sözünə davam elədi. Mən bu evi satmağına sataram, satmaq çətin deyil ki, bu gün hamı ev axtarır. Ancaq bu evin dəyərində bir ev ala bilərəmmi? Budur məsələ. Evimi satıb çöldə qalmaqdan qorxuram. O qədər başına gələnlər olub ki, mənim də gözüm qorxur da, neyləyim? Safiyə qalxıb mətbəxə keçdi. Aldığı ərzaqları yerbəyər eləməyə, axşama yemək hazırlamağa başladı. Başı necə qarışdısa, köç məsələsi də yadından çıxdı. Bir də kartof soğan üçün balkona çıxanda yenə blokun ağzındakı o maşını gördü. Köç məsələsi yenidən yadına düşdü, qanını qaraltdı. O balkondan əyilib aşağı baxdı. Oradakı adamların hamısı nəsə götürüb içəri girdi. Bir baxmaqla bu evə kimin köçdüyünü təxmin eləmək mümkün değildi. Safiyə yenə də əsəbləşdi. Bax, bu dəfə də mən burada bir qadın görmürəm. Belə şey olarmı ki, bu adam bir dəfə də olsun bu evə normal bir ailə gətirmədi də, əvvəllərdə olduğu kimi deyəsən bu dəfə də hamısı kişi yığınacağı olacaq. Yenə də yeyib içəcəklər, vurub qıracaqlar, yenə də günümüz qarğış, söyüş, vay şüvən istməklə keçəcək. Sənin nə görəcəyin var imiş, ay Səfiyə, ay yazıq, ay yetim. Bu bir qohumun əqraban da yoxdur ki, dara düşəndə üst tutub yardıma çağırasan. Kimin nə vecinə ki, sən burada nələr çəkirsən? Safiyə üzbəyüzdəki evə yenə də müəmmalı bir qonşu gəlir təlaşı ilə bu monoloqu söyləyəndə artıq 42 yaşında bir qadın idi. O erkən yaşlarında valideynlərini itirmiş yetim bir qız olaraq 30 yaşında ən son sığınacağı olan nənəsini də itirdikdən sonra yerin göyün altında tək qalmışdı. O vaxtdan da Safiyə həyatın zorluqları ilə mücadilə aparmağa alışmış tənha bir qız oldu. O hələ nənəsinin sağlığında universitet oxumuş, əlinə mühasibət uçot mühəndisliyi diplomunu almışdı. Bu təhsil də ona çox baha başa gəlmişdi. Çünki 80 yaşlı bir nənə ilə heç bir gəliri olmayan bir nəvənin həyatı, heç bir təcrübəsi olmayan bir gənc qızın orada-burada çalışması, qəpik quruş qazanması ilə ayaqda dura bilirdi. Çətin illərdir. Safiyənin
Üzlərini belə xatırlamadığı bir qəzaya qurban gedən ata-anası da görünür kasıb bir ailə ilmiş ki, onlardan geriyə heç bir əmanət qalmamışdı. Yaşlı nənəyə qalan əmanət Safiyə idisə, Safiyəyə qalan əmanət də 80 yaşlı nənəsi olmuşdu. Bu durumda bir Allaha təvəkkül etmək qalırdı ki, Safiyə hələ bu gün də Allahından çox razı idi. Çünki nənəsini də itirdikdən sonra Safiyə məcbur olaraq ayağa qalxdı, ixtisasına görə özünə iş axtarışına çıxdı. Ancaq ona iş verən olmadı. Çünki dünya çox dəyişmiş, hətta hər adi iş yeri də bugünkü normalara görə satılıq olmuşdu. Bu bazarda Safiyəyə yer yox idi. Çünki Safiyənin pulu yox idi. Tək başına yaşayan gənc qızı çox ağır illər gözləyirdi. Bir qarın ac, bir qarın tox keçən aylarını, illərini Safiyə fədakarlıqla yola verir, bu duruma bir çarə axtarırdı. Bu axtarışa hələ çox illər gedəcəkdi ki, bir gün bir yaşlı qonşu qadın ondan yardım istədi. Yeni aldığı çox uzun paltarının ətəyini kəsməsini ondan rica elədi. Qadın yaşlı olduğundan özünün gözü pis görürdü. Safiyə onu geri qaytarmadı. Qadının paltarının ətəyini səliqə ilə kəsdi, tikdi, onu sahibinə geri verdi. Qadın bu işinə görə ona yaxşı pul verdi. Safiyə pulu götürmək istəmədi. Qadın isə ona dedi: "Bax qızım, mən sənin işindən razı qaldım ki, buna görə də sənə pul verirəm. Sən də götür, haqqındır. Qürur da göstərmə. Hər zəhmətin bir haqqı var. Özün də ehtiyac çəkirsən, mən bilirəm. Desəm ki, gəl sənə borc verim, nə vaxt olsa qaytararsan, bilirəm ki, almazsan. Sən də gəl ehtiyac elədiyin pulu zəhmətinlə qazan. Mən hər kəsə sənin əl qabiliyyətindən bəhs edəcəyim. İnsanlar sənə gələcəklər. Gələrkən də ayaqlarında sənə ruzu gətirəcəklər. Sən də onlara yardım elə, öz ruzunu özün qazan. Oldumu? Biz səni əxlaqlı, tərbiyəli bir qız kimi tanıyırıq. Odur ki, bizim də köhnə qonşular kimi sənə yardım eləmək borcumuzdur. Boynumuzda ananın, atanın, nənənin haqqı var." Bu hadisə Safiyəyə yaxşı dərs oldu. O bir müddət düşündü, daşındı, o qadının verdiyi pula köhnə bir tikiş maşını aldı. O gündən Safiyə artıq iş axtarmadı. Bir zamanlar nənəsinin ona öyrətdiyi tikiş tikmək qabiliyyətini özünə çörək ağzı seçdi. Anladı ki, çörəyi verən diplom deyil, Allahdır. Allah da bir qapını bağlayanda bir qapını da açarmış. Bu dəfə Allah Safiyə üçün bərəkət qapısı olaraq bu dərzilik qapısını açmışdı. Safiyə bərəkətini buradan qazanacaqdı. Görünür Allah bu qapını Safiyə üçün çox xeyirli eləmişdi ki, çox keçmədən Safiyə qadın müştərilərin axınına məruz qaldı. O heç kimi geri qaytarmır, gecələri yuxusuz qalmaq bahasına da olsa sifarişləri vaxtında yerinə yetirir, bununla da insanların hörmətini, güvənini qazanırdı. Vaxt olurdu ki, ona toplu sifarişlər də gəlirdi. Məsələn, hər gün bir yenisi icad edilən məktəb formaları, balet məktəbinə lazım olan rəqs paltarları, teatrlardan gələn sifarişlər. Safiyə zaten həyatını normal yaşaya bilmirdi. Bir də üst-üstə qalaqlanan bu qədər yük bir müddət sonra onu əzməyə başladı. Artıq bir şeylər eləmək lazım idi. Bunun üçün pulu da var idi. Uzun götür-qoydan sonra Safiyə özünə bir dükan aldı. Onu təmir elətdirdi. Orada son dövrün tələbatlarına uyğun gələn, hər cür şəraiti olan balaca bir dərzi dükanı açdı. O bugün günlər üçün çox hazırlaşmışdı. Belə ki, 4 nəfər dərzilik kursunu bitirmiş gənc qızları da yanında işə aldı. Ancaq bundan sonra hər şey yoluna düşməyə başladı. Safiyə yavaş-yavaş özünə gəlməyə başlamışdı ki, həyatına Sabir adlı bir oğlan girdi. O Safiyəni gördü, bəyəndi, niyyətini də bəlli elədi. Oğlan ilk görüşdən Safiyənin diqqətini çəkə bildi. Qısa zaman içində qızın rəğbətini qazandı. Nəticədə bir il sonra onlar evləndilər. O vaxt Safiyənin artıq 38 yaşı var idi. Onlar 5 il evli qaldılar. Ancaq övladları olmadı. Çox yeri gəzdilər, çox müalicə aldılar. Ancaq bu məsələdə övladsızlığın səbəbi Səfiyyədə olduğundan təkcə Sabirin deyil, Səfiyyənin də niyyəti boşa çıxdı. Onun özünün səbəb olduğu bir problem üzündən onların birlikdə övlad sahibi olmaları mümkün görünmürdü. Hal belə olunca da bir gün Sabir Səfiyyənin qarşısına çıxdı, ata olma arzusunu əsas gətirdi, ondan ayrılmaq istədiyini söylədi. Təbii ki, Safiyə bir gün məsələnin bu yerə gələcəyini bilirdi. Ancaq Safiyə bir övlada deyil, bir ömürgün yoldaşına üstünlük verən, seçmək anında sevdiyi qadını seçən, onunla birlikdə bir yetimi ya da uşaq evinə atılmış günahsız bir körpəni övladlıq edərək ayrılmayan, ömürlərini birlikdə yaşayan xoşbəxt insanları da görmüşdü.
Ancaq Sabir onlardan biri olmadı. O dünyaya onun öz övladını gətirəcək hansısa yad bir qadının axtarışına çıxmaq üçün Safiyəni yarı yolda buraxıb getdi. O vaxtdan Safiyə həyatına tək başına davam eləməyə qərar verdi. Bir halda ki, Allah ona ana olmaq kimi bir qadının sahib ola biləcəyi ən gözəl neməti bəxş eləməmişdi. Safiyə də yoluna beləcə heç kimdən heç nə ummadan, küsmədən tək başına davam edəcəkdi. O bundan sonra da bir gün ona evlənmək təklifi ilə gələcək heç bir kişiyə bir qadını bu qədər uca tutaraq o qadının xətri üçün ata olmaq arzusundan vaz keçməsinə, bu yolda bu qədər ağır bir sınağa məruz qalmasına razı olmayacaqdı. Safiyə artıq qəbul edirdi ki, hər kişinin ata olmaq kimi müqəddəs bir haqqı var. Safiyə bundan sonra da öz həyatını məna ilə doldurmaq naminə də olsa, o haqqın yolunu kəsə biləcək heç bir addım atmayacaqdı. Safiyə qərarlı idi. O bundan sonra qismətində yaxşı yaman nə olacaqdırsa, qoy Allahdan gəlsin niyyəti ilə yoluna belə davam edəcəkdi. Yeni qonşunun kim olduğu, necə bir insan olduğu ancaq 6 aydan sonra bəlli olmağa başladı. Safiyənin bütün gününü işdə keçirtməsini nəzərə alanda, yeni qonşunu tez-tez görmək, nə kimi bir insan olduğunu müəyyən eləmək asan deyildi. Ancaq onun ədəbli bir insan olduğunu, evindən heç bir səs-küy gəlmədiyini, özünün də evə sanki ayağının ucunda girib çıxdığını nəzərə alanda müəyyən eləmək mümkün idi ki, bu insan əvvəlkilər kimi deyildi, fərqli idi. Safiyə nəticə çıxartmağa tələsməsə də bir şeyi qəbul edirdi. Deyəsən, yeni qonşu heç əvvəlki adları bədnam qonşulara bənzəmirdi. Safiyə onu bircə dəfə pilləkəni enərkən görmüşdü. Onda da bu adam başını da qaldırmadan ona tələsik bir salam vermiş, qadının yanından yel kimi ötüb keçmişdi. Ya harasa tələsirdi, ya da bu hərəkət onun çəkingənliyinə bir işarə idi. Hər nə idisə, bu durum Safiyənin xoşuna gəldi. Qoy mənim qonşum bir dəfə də belə nəzakətli, hərəkətinin yerini bilən biri olsun deyə içində özünə bir gözaydınlıq da verdi. Aradan keçən zaman Səfiyyənin həyatının tamamən yüklü bir iş həyatına çevrilmişdisə də, bu məşğulluq bir yandan da bir tənha qadının həyatındakı çox məsələləri həll eləməyə xidmət edirdi. Bu durumda da Safiyyə artıq həyatında heç bir dəyişiklik istəmir, qurduğu düzəni ürəkdən bəyənərək şəxsi həyatındakı əksikliyi də görməzdən gəlirdi. Doğrudur, o da hərdən bir izlədiyi filmlərdə, tanıdığı insanların həyat nümunələrində bir ailənin nə demək olduğunu görür, dəyərini anlaya bilirdi. O da bəzən xəyala dalır, bir ailəsi olsaydı daha gözəl olardı deyə, heç vaxt gerçək ola bilməyəcək belə bir qənaətə də gələ bilirdi. Lakin onu yaşadan, ona güc verən çox mühüm bir prinsip onu tez bu mənasız xəyaldan qopardır, onu insafsız, gerçək reallığın qucağına geri atırdı. Zaman keçdikcə dediqodunu, söz gəzdirməyi sevən qonşuların sayəsində Safiyə də yeni qonşu barədə bir şeylər öyrənməyə başladı. Sən demə 50 yaşlı bu adam dul imiş. O 5 il əvvəl həyat yoldaşını itirmiş, ancaq nə üçünsə bu vaxta qədər yenidən ailə qurmamışdı. Bəlkə də onun səssizliyi, gözə batmamaq cəhdi onun bu dərdi ilə əlaqəli idi. Dərdi vardı ki, ən güclü, ən cəsarətli insanı da əzir, ütüləyir, zamanla ipək kələfinə döndərir. Safiyə düşündü ki, yəqin bu adamın dərdi də elə sağalmaz, dərin iz buraxan dərdlərdən imiş. Aylar, illər bir-birini əvəz edir, gedən illər ömürdən də bir şeylər alıb gedirdi. Adətən insanları razı salmaq üçün əlini ağdan qaraya vurmayan eyni dövlət, günlərin bir günü hamını təəccübləndirən bir qərar çıxartdı. Bu dəfə çıxartdığı qərara görə bazar günü iş günü deyil, istirahət günü olacaqdı. Dövlətin bu qərarı heç bir niyyətində, heç bir əməlində milləti düşünməyən bir hakimiyyətin sanki yanlışlıq üzündən gəldiyi dəldən doğru xəbərə bənzəyirdi. Halbuki bu qərara sevinə bilməyənlər də az olmadı. Çünki gündəlik işlərdə çalışanlar üçün bu bir gün də qazancsız qalacaqları bir gün demək olurdu. Bir də evindən qaçan, evində onu çəkən heç bir şey olmayan insanlar da bu qərara sevinmədilər. Ancaq qanun çıxmışdı və artıq hər kəs bu yeniliklə hesablaşmaq zorunda idi. Odur ki, özünə də rəhmi gəlməyən, az qala gecəni də işdə yatıb qala bilən Safiyyə kimi iş aşinaları da bu qanuna tabe olmaq üzrə özlərinə halal bir istirahət günü ayırmaq məcburiyyətində qalmışdılar. Safiyyə də ilk başda bu qərardan məmnun olmadı. Ancaq sonra yavaş-yavaş o da bu duruma alışdı. İllərlə onsuz qalan evinin,
Ona ehtiyacı olduğunu da gördü, anladı. Belə günlərdə o da evinə qiymət verməyə, evini bir isti yuva kimi sevməyə başladı. Günlərdən bazar günü idi. Safiyə bütün ev işlərini görüb bitirmiş, özünə çay süzüb divanda oturmuşdu. Birdən qapı döyüldü. Evinə gələn gedən olmadığından Safiyə qapısının çalınmasına təəccüb elədi. Qalxıb qapıya getdi. Qapını açanda qarşısında yaşlı bir qadınla 2 uşaq gördü. Biri oğlan, digəri qız olan uşaqlar 5-6 yaşlarında ancaq olardılar. Üstəlik bir-birinə elə bənzəyirdilər ki, Safiyə bu uşaqların ekizlər olduğunu da təxmin elədi. Buyurun, qızım, mən çox üzr istəyirəm, səni narahat edirəm. Ancaq inan ki, çarəsizəm. Ona görə də bu hərəkətimə görə məni bağışla. Safiyə hələ də heç nə anlamırdı. Odur ki, dedi, buyurun, nə lazım idi? Mən Kamranın anasıyam. Kamran? Hə də, bu üzbəzdəki qonşunun anasıyam. Bunlar onun uşaqlarıdır, bizimlə yaşayırlar. Ancaq bugün kişinin ürəyi tutdu, onu təcili yardımla xəstəxanaya apardılar. Mən bu uşaqları qoymağa yer tapmadım, bura gətirdim. Zəng vurub xəbər vermişəm, Kamran birazdan gələcək. O gələnə kimi bu uşaqlar sənin yanında qala bilərlərmi? Mən də gedim görüm kişi necə oldu. Safiyə eşitdiklərini tam anlaya bilmədisə də uşaqları içəri ala-ala dedi. Əlbəttə, buyurun, siz də gəlin. Yox, mən gedim. Kişi də orada təkdir. Qadın bunları deyib getdi. Safiyə içəri keçdi. Hələ də qapının ağzına duran, döyükə-döyükə ətrafa baxan uşaqlara dedi. Nə durmusunuz? İçəri gəlin. Əyninizi soyunun. Divanda oturun. Mən də sizə cizgi filmi qoyum. Balaca qız məlul Safiyənin üzünə baxaraq soruşdu. Sən kimsən? Mən qonşuyam, atanın qonşusu. Atamı sevirsən? O sənin yaxşı qonşundur. Yaxşı qonşumdur, deyə Safiyə öz yalanına özü gülümsədi. O Kamranı heç tanımır, adını da bugün ilk dəfə eşitirdi. Ancaq hər şey bilmək istəyən bu balaca qızı bugün razı salmaq lazım idi. Bu çox vacib idi, çünki bugün onun babası xəstələnmiş, onlar da öz evlərindən, alışdıqları mühitdən ayrı düşməli olmuşdular. Qızın verdiyi sual-cavab bugünkü gərginliyi azaltmağın bir yolu olmalı idi. Safiyə cizgi filmi qoydu, uşaqlara kurabiyə gətirdi, meyvə suyu qoydu. Oğlan maraqla tabağa baxdı və dedi, mən şokoladlı kurabiyələri sevmirəm, çiçək sevir. Sənin adın nədir? Çınar. Nə gözəl adlarınız var. Bu adları sizə kim qoyub? İkisi də bir ağızdan dedilər. Anam. Safiyə çox böyük səhv elədiyini anladı. Araya qoymağa bir söz düşünürdü ki, çiçək dedi. Anamız ölüb. Ancaq o bizi çox sevirdi. Bizə bu adları da o qoymuşdu. Sənin uşaqların hardadır? Safiyə daha bir zərbəyə məruz qaldığını gizlətməyə çalışaraq gülümsədi. Mənim uşağım yoxdur. Mən burada tək yaşayıram. Çınar təəccüblə ona baxdı. Tək başına? Tək başına. Qorxmursan? Qorxan vaxtlarım da olur. Nə vaxt qorxsan, atamı çağır. O çox cəsurdur, güclüdür. Hər kəsin öhdəsindən gələr. Safiyə bu balaca kişinin səmimi sözlərinə təbəssümlə cavab verdi. Söz verirəm, bir də qorxsam atanı köməyə çağıracağam. Totuq oğlan cavabdan məmnun qalaraq tabaqdakı şokoladsız kurabilərdən birini götürdü. Anası tez gələcəyini demişdisə də, Kamran o gün uşaqlarını götürmək üçün çox gec gəldi. Qapını açan Safiyəyə üzrxahlıq eləməyə başladı. Salam, axşamınız xeyir. Sizdən çox-çox üzr istəyirəm. Tez gələ bilmədim. Əvvəlcə xəstəxanaya getməli oldum. Atamın vəziyyəti yaxşı deyildi. Ancaq indi gələ bildim. Atanızın səhhəti indi necədir? Kamran ilk dəfə üzə gəldiyi, ilk dəfə kəlmə kəsdiyi qadının mədəni davranışından biraz özünü itirdi. İndi yaxşıdır. Sistem qoşdular, biraz özünə gəldi. Xəstəliyi nədir? Atam ürək xəstəsidir. Əməliyyat da keçirdi, ancaq tam sağalmış sayılmaz. Bəlkə yaşlı olduğu üçün əməliyyatın nəticəsi də bu qədər zəif oldu. Bəlkə ondandır ki, tez-tez belə tutmaları olur. Allah şəfa versin. Sağ olun, sizə zəhmət verdik. Heç bir zəhməti olmadı. Yardım edə bildimsə sevindim. Bu vaxt ekizlər atalarının səsini eşidib qapıya qaçdılar. Ata, gəldim. Xalanı incitmədiniz ki? İlk Çınar dedi. Yox, xalanı incitmədik, biz onu sevdik. Düz deyirəm, çiçək. Hə, ata, biz burada çox yaxşı vaxt keçirdik. Ata, biz bura yenə gələ bilərikmi? Kamran özünü itirdi. Safiyəyə baxdı və dedi. Deyəsən bunlara çox özü vermişsiniz. Baxın, getmək də istəmirlər. Safiyə gülümsədi. Çox normaldır. Uşaqlarınız bugün yeni bir evə qonaq oldular. Yeni bir insan tanıdılar. Təbii ki, təəssüratları çox olacaq.
Unutmadan deyim, nə vaxt ehtiyacınız olsa, hətta nə vaxt istəsəniz, onları bura gətirə bilərsiniz. Fəqət bir şeyi nəzərə almalıyıq ki, bütün bunlar üçün mənim yalnız bazar günlərim var. Qalan günləri işdə oluram. Biz sizə narahat eləməməyə çalışacağıq. Ancaq belə çarəsiz qalanda sizə müraciət edə bilərikmi? Dediyim kimi, mümkün olduqca bazar günləri daha uyğundur. O gün Səfiyyə ilə Kamranın ilk tanışlığı belə oldu. İlk tanışlıq bu səbəblərlə belə başladı. O günün təkrarı kimi görünən şey çox zaman sonra oldu. Aradan xeyli zaman keçmişdi. Həmin gün Kamranın atasını yenə tutmaları tutmuş, onun bu dəfə xəstəxanada 3-4 gün qalmalı olacağı məlum olmuşdu. Kamran da utana-utana Səfiyyəyə zəng vurdu. Belə bir zor duruma düşdüyünü söylədi. Ondan başqa güvənəcəyi heç kimi olmadığını deyərək yenə ondan yardım istədi. Bu da o demək idi ki, Səfiyyə 3-4 gün evdə qalmalı, uşaqlara baxmalı idi. Səfiyyə əvvəlcə yeni tanımağa başladığı, əslində heç tanımadığı bir insandan belə bir cəsarətli gözləmirdi deyə, yad bir insandan bu qədər cəsarətli bir xahişi yaxşı qarşılamadı. Ancaq o bu cəsarətə nə qədər ögəy yanaşmaq istədisə də, düşündükcə ürəyi bunu qəbul eləmədi. Görünür doğrudan da bu ailənin başqa bir çarəsi qalmamışdı ki, o da üzünə üz çəkib Səfiyyəyə belə bir xahişlə müraciət eləmişdi. Ya bu gerçəkdən də belə idi, ya da Səfiyyə özündən asılı olmadan bu adamın bu əməlinə müsbət don geyindirməyə çalışırdı. Hər necəsə Səfiyyə mənə biraz zaman verin, baxım görüm nə eləyə bilərəm deyərək düşünməyə başladı. Vəziyyətdən çıxış tapmaq üçün bütün imkanlarını ölçdü, biçdi. Əslində Südabə adında dərzi qızdan 1-2 gün dükanın işlərinə nəzarət eləməyi xahiş edə bilərdi. Bu qız çox zirəng idi. Hər şeyin öhdəsindən gələ bilərdi. Səfiyyənin bayaqdan da bu qız haqqında bəzi düşüncələri var idi. O özünün bəzən işdən geri duracaq zamanlarının da ola biləcəyini düşünərək ürəyində işdə onu əvəz edə biləcək bir insanın olmasını lazım bilirdi. Dildə deməsə də o belə bir insanı artıq yetişdirdiyini qəbul edirdi. Bu da gənc qızlardan Südabə olmalı idi. Səfiyyə qəbul edirdi ki, yaşı artdıqca yorğunluğun üstün gələcəyi, xəstəliklərin onu ziyarət edəcəyi zamanlar da mütləq olacaqdı. O zaman da Səfiyyə evə çəkilməli, özünə istirahət verməli olacaqdı. O günlər üçün onu işdə əvəz edəcək birinə ehtiyacı olacaqdı. Bunun üçün ən uyğun insan Südabə idi. Təkcə dərziliklə yetinməyən, dükanın hər işinə, hesab kitabına qarışan, faydalı təkliflər edən, hər duruma çözüm tapa bilən bir qız idi Südabə. Səfiyyə tam da onu bir gün işin başında qoymaq, onun nəyə qadir olduğunu sınamaq fikri ilə yaşayırdı ki, bugün Kamranın ona müraciət edərək ondan yardım istəməsi Səfiyyənin də planlarında özünə yer tapdı. İndi bu yaranmış durum Südabəyə iş tapşırmaq, onun qabiliyyətlərini yoxlamaqdan keçirmək, onu bir iş qismində sınamaq, həm də Kamrana yardım etmək baxımından gözəl bir fürsət olurdu. Səfiyyə Kamrana yardım eləməyə razı olduğunda onun uşaqlarına ancaq gündüzlər baxacağını qəbul eləmiş, Kamranın hər axşam uşaqlarını öz evinə aparacağını düşünmüşdü. Ancaq belə olmadı. Bir gün körpələr xəstələndilər. Kamran onları yüksək atəş içində Səfiyyəyə etibar edib işə getdi. Axşam gəldiyində məlum oldu ki, uşaqlar infeksion bir xəstəliyə yoluxublar. Səfiyyə gündüz təcili yardım da çağırıbmış. Həkim xəstəliyi müəyyən etdikdən sonra xəstəliyin sağalması üçün 21 gün karantin müddəti qoyubmuş. O müddəti uşaqlar eyni yerdə ciddi nəzarət altında keçirməli idilər. Kamran nə qədər israr elədisə də, Səfiyyə uşaqların onun evindən getməsinə razı olmadı. Atasının xəstəxanada, anasının da yaşlı, xəstə halı ilə onun yanında qaldığı bir durumda Səfiyyə bu qədər çarəsiz olan Kamrana arxa çevirə bilməzdi. Onu xəstə uşaqlarla tək qoya bilməzdi. Üstəlik, hava limanının gömrük bölümündə hər şeyə məsul olan bir məmur kimi onun işdən qalması da mümkün görünməyərkən, Səfiyyə qəlbinin hökmü ilə hər şeyi öz üzərinə çəkdi. Uşaqlara tam bir ay baxdı. Onları sağaltdı. Atalarına bu halda təhvil verdi. Səfiyyənin xəstə uşaqlara baxıcılıq elədi o bir ay bu iki dərdli insanı xeyli yaxınlaşdırmışdı. Kamran hər gün işdən evə gəlir, aldığı ərzaqla Səfiyyənin qapısını döyürdü. İlk başda Səfiyyə onun bu hərəkətinə qarşı üsyan elədi. Ancaq sonra Kamranın da haqlı olduğunu bir şərtlə qəbul elədi ki, indi ki Kamran öz övladlarını düşünərək
bu evə bir şeylər alıb gətirirdi. O zaman özü də axşam yeməyini bu evdə uşaqları ilə birlikdə yeyəcəkdi. Kənar gözlə bir ailə portretinə çox bənzəyən bu durumda həm Safiyənin, həm də Kamranın duyğularında bir ərimə, bir isinmə əmələ gəlmişdi. Onların ikisinin də ehtiyacı olan bir şey sanki gözəl xəyal olmaqdan çıxaraq bir müddətliyə də olsa gerçək olmuşdu. İkisi də ürəyində bu durumun tezliklə bitəcəyindən qorxur, o günün gəlməsini heç istəmirdilər. Safiyənin əkizlərə göstərdiyi münasibət bir cəfakeş ana obrazına o qədər yaxın idi ki, Kamranın xəyalındakı bir həyat yoldaşını, iki əkiz övladını içinə alan tam bir ailə bütünlüyü o gerçək ailə obrazına o qədər çox bənzəyirdi ki, bir-birindən xəbərsiz ikisi də bunun bir gün gerçək ola biləcəyi üçün bəlkə də hər şey edərdilər. Lakin gözəl əxlaq sahibi bu insanlar aralarındakı həyanı, gözəl tərbiyənin qurduğu sınırları aşa bilmir, mənəviyyatlarındakı müsbət cəhətlərin kontroldan çıxa bilmirdilər. Ta ki bir gün Kamran özü xəstələndi. O gün Safiyə işdə idi. Axşam evə gəldi. Yemək hazırlayırdı ki, telefon zəng çaldı. Axşamın xeyir ay qızım. Mənəm Kamranın anası. İndi deyəcəksən ki, bunlar da məndə üz gördülər. Ancaq Allah səndən razı olsun ki, bizim də tanıdığımız sənin kimi gözəl bir insan var. Mən də əlim heç yerə çatmayanda sənə üz tuturam. O nə sözdür Cənnət xala? Buyurun, buyurun. Əlimizdən nə gələrsə. Bu sizin insanlıq haqqınızdır, mənim də insanlıq borcumdur. Sizi dinləyirəm. Ay Allah səndən razı olsun qızım. Məsələ belədir ki, bugün Kamran bizə gəlmədi. Telefona da cavab vermədi. Mən də zəng vurub işdən soruşdum. Dedilər ki, bugün işə çıxmayıb, xəstəymiş. Narahat oldum. O necə xəstəymiş ki, heç telefona da cavab verə bilmir. Dedim, bəlkə sən keçib bir baxarsan. Mən uşaqları, xəstə kişini qoyub gedə bilmirəm. Bayır da axşamdır. Safiyə hiss elədi ki, özü də təşvişə düşürdü. Nə ola bilər? Gedib baxmaq lazımdır. Uşaqların xəstə yatdıqları zamanda Kamran ehtiyat açarlarından birini Safiyəyə vermişdi. Uşaqların əşyalarından, paltarlarından bir şey lazım olardı deyə. İndi Safiyə gedib qapını açmalı, Kamranın durumunu yoxlamalıydı. O, Cənnət arvadla danışığı bitirdi, açarı götürüb evdən çıxdı. Safiyə doğru hərəkət edirdimi deyə bir əndişənin içində qapını açdı. Girişdən Kamrana səsləndi. Kamran, Kamran, evdəsinizmi? Cavab gəlmədi. Safiyə salona qədər gəldi, ancaq yataq otağına yaxın getmədi. Durduğu yerdən bir də çağırdı. Kamran, Kamran. İçəridən iniltiyə bənzər bir səs gəldi. Safiyə həm içəri girməyə tələsir, həm də yad kişinin yataq otağında nə görəcəyindən ehtiyat edirdi. Ona görə də qapıya biraz da yaxın gəldi. Kamran, oradasınızsa səs verin. Mən gələ bilərəmmi? Safiyənin heç gözləmədiyi halda Kamran ona səsləndi. Safiyə! Safiyə onun bu hərəkətindən təsirləndi. Cəld qapını açıb içəri girdi. Kamran başını da yorğanın altında gizlədərək tir-tir əsirdi. Safiyə ədəb qaydaları deyilən hər şeyi unutdu. Cəld yorğanı onun üstündən atdı, əlini Kamranın alnına qoydu. Kamran atəşlər içində yanırdı. Safiyə cəld su gətirdi. Yaş dəsmal hazırlayıb Kamranın alnına, qoltuqlarına, dizlərinə sərdi. Kamran biraz da büzüşdü, zarımağa başladı. Safiyə onu sakitləşdirərək dedi. Biraz dözün, birazdan qızdırmanız düşəcək, hər şey keçəcək. Kamran hələ də gözlərini aça bilmir, uşaq kimi zarıyırdı. Safiyə onun başını ovxalamağa başladı. Kamran əl atıb onun əlindən tutdu. Belə şeyə alışıq olmayan Safiyə əlini çəkmək istəyirdi ki, Kamran gözlərini açdı, uşaq anasına baxar kimi onun üzünə baxdı. Nə yaxşı ki, gəldin Safiyə, yoxsa elə burada öləcəkdim, heç kimin də xəbəri olmayacaqdı. Safiyə təsirləndi. Bu dəfə onun əllərini əlinə alıb ovuşdurmağa başladı. Elə deməyin, bu sadəcə bir xəstəlikdir, 3 günə keçər. O 3 günü burada qala bilərsənmi? Görürsən, çarəsizəm. Anamdan da mənə fayda yoxdur. Onun yükü o qədər ağırdı ki. Mən buradayam, tez-tez gəlib baxacağam. Siz dediklərimi yerinə yetirsəniz, daha tez ayağa qalxarsınız. Nə desən eləyərəm, yetər ki, məni tək qoyma. İndi qalxıb duşa gedəcəksiniz. İlıq duşu yavaş-yavaş sərinə çevirərək yaxalanacaqsınız. Bədəniniz tərin, qızdırmanın ağırlığından təmizlənəcək. Mən də sizin yatağınızı dəyişdirəcəyim. Pijamalarınızın yerini mənə deyin, hamamdan asın.
Kamran dedi, Səfiyə də onun dəyişiklərini hamamdan asdı. Sonra Kamranın qoluna girərək onu hamam otağına qədər apardı. Kamran duş alana kimi Səfiyə yatağın üzünü dəyişdi, hər şeyi yenilədi. Sonra da mətbəxə keçib çay qoydu. Kamran dul qaldığından bəri ilk dəfə xidmətçilərin yardımı olmadan özünün seçdiyi, qiymət verməyə başladığı bir qadının səliqə ilə hazırladığı yatağa uzandı. Bu mərhəmətli qadının əlindən limonlu, mürəbbəli çay içərək biraz özünə gəldi. Axşam idi. Hələ də qalxıb evinə getmək ya da getməmək barədə götür-qoy edən Səfiyyəni Kamranın bir xahişi qərarından döndərdi. Kamran hələ də zəif görünürdü. Gözlərini aça bilmirdi. O bu halı ilə birdən gözünü açaraq Səfiyyəyə dedi. Səfiyyə, indi sənə həddini aşmış biri kimi görünəcəyim. Ancaq səndən bir şey istəsəm olarmı? Səfiyyə dikəldi. Elə düşünməyin, söyləyin, nə istəyirsiniz? Mənə biraz südlü sıyıq bişirərsənmi? Dünəndən acam, ancaq ürəyim də məhz südlü sıyıq istəyir. Duru südlü sıyıq. Uşaqlar xəstələnən kimi anam bişirir, uşaqlar da isti-isti içib tərləyirlər. Anam onları belə sağaldır. İndi yadıma düşdü, mən də istədim. Mətbəxdə və buzdolabında hər şey var. Sənə zəhmət olmazsa bişirə bilərsənmi? Səfiyyə özü də məətəl qalmışdı ki, sanki bu adamı 100 il idi tanıyırdı. Sanki Səfiyyənin həyatında bu insanın sağalmasından daha vacib bir şey yox idi. Səfiyyə birdən-birə ona elə doğmalıq hiss elədi ki, onun Səfiyyəyə bu qədər ərk eləməyi də xoşuna gəldi. Qeyri-iradi onun saçlarına sığal çəkərək qalxdı. Gözləyin, mən indi bişirib gətirəcəyim. Kamran yorğun baxışları ilə onu qapıya qədər izlədi. Səfiyyə qapıda görünməz olan kimi o da gücdən düşmüş gözlərini yumdu, yuxuya getdi. Səfiyyə sıyığı bişirib gətirmişdi, ancaq yatmış Kamranı oyatsınmı, oyatmasınmı qərar verə bilmirdi. Birdən onun bayaq dediyi sözləri yadına düşdü. Kamran dünəndən ac yemiş. Onu oyatmaq, isti sıyıqdan yedirtmək lazım idi. Səfiyyə onun üzərinə əyildi, yavaşca çağırmağa başladı. Kamran, 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 oyanın. Kamran gözlərini açdı, qadını lap yaxında üz-üzə gördü, uşaq kimi sevindi. Nə yaxşı getməmsən, hara gedim, siz sıyıq istəmişdiniz. Sənə də zəhmət oldu. Zəhmət deyil, mən başınızı dikəldim, sıyıqdan biraz yeyin. Kamran dikəlməyə çalışdı, ancaq görünür başına gücü çatmadı. O birdən geri sərildi. Bu dəfə Səfiyyə onun başını qucaqladı, qaldırdı, başının altına böyük bir yastıq yerləşdirdi. İndi Kamran yemək yeyə biləcək bir vəziyyətdə idi. Səfiyyə qaşığı sıyıqla doldurub onun ağzına yaxınlaşdırdı. Artıq sən zəhmət çəkmə, mən özüm yeyə bilərəm. Açığı mənim buna şübhəm var. Yatağı da dəyişmişkən üst başınızı sıyıqla bulaşdırmağınıza razı ola bilmərəm. Odur ki, söz verdiyiniz kimi mən nə desəm ona əməl edin. Hər şey yaxşı olacaq. Kamran gülümsədi. Tamam, mənim etirazım yoxdur. Ancaq sənə zəhmət olacaq. Bir şey deyil, yetər ki siz sağalın, ayağa qalxın. Bu sözlərlə də Səfiyyə bir dolu kəsə sıyığı Kamrana yedirtdi. Ancaq bu müddətdə özü də nələr hiss elədi, nələr keçirdi, bunu bir özü bildi, bir də Allah bildi. Yad bir kişi ilə nəfəs-nəfəsə qalmaq, onu uşaq kimi yedirtmək, ağzını da tez-tez dəsmalla silmək, bunlar bir xəstə baxıcısı olmayan qonşu qadın üçün onun həyadan əsim-əsim əsməyinə, utandığından tez-tez qaşığı xəstənin ağzına deyil, çənəsinə tuş gətirməsinə səbəb olurdu ki, bütün bunlar Kamranın gözündən qaçmır, onda bu qadına qarşı daha səmimi hisslər oyadırdı. Kamran sıyıqdan yeyəndən sonra dərin yuxuya getmişdi. Divar saatı 12-ni göstərirdi. Ancaq Səfiyyə ilk dəfə özünü idarə edə bilməz bir hala gəlmişdi. Heç cür qərar verə bilmirdi ki, xəstəni bu halında buraxıb getsinmi, yoxsa elə buradaca başını dizinə söykəyib yatsınmı? Bu qərarsızlığın səbəbi Kamranın yuxuya getməzdən əvvəl söylədiyi sözlər olmuşdu. Yuxuya getməzdən əvvəl Kamran uzun bir monoloq söyləmişdi. İndi Səfiyyə də o monoloqun təsirində qalmışdı. Kamran deyirdi, Səfiyyə, səni tanıdığıma, səninlə bu qədər yaxın olduğuma o qədər sevinirəm ki, həm düşündüklərimi söyləmək istəyirəm, həm də sözlərimi doğru anlamayacağından qorxuram. Məni düzgün anlamağını istəyirəm. Bugün bu halımda bəlkə də başqa vaxt deyə bilməyəcəyim sözləri dilə gətirməyim, qoy mənim bugün bu qədər zəif olmağımın göstəricisi olsun. Utanacağamsa da qoy mən bundan utanım. Ancaq mən bir şeyi bilməyini istəyirəm. Mən artıq anlamışam ki, sən mənim Allaha elədiyim dualarımın, ondan istədiyim ən böyük arzumun əyanı qarşılığısan.
Uzun illər idi ki, mən həyatımda sənin kimi bir qadına, illərlə yeri boş qalmış bir həyat yoldaşına ehtiyacım olduğunu dualarımda dilə gətirərək Allahdan mənə yeni bir qapı açmasını, ürəyimin istədiyi bir qadını qarşıma çıxartmasını diləyirdim. Sən ağıllı qadınsan, anlayarsan ki, yarımçıq ailədən ailə olmur. Yəni həmişə bir yanı əsik qalır. O da ola qadınsız bir ev, anasız körpə uşaqlar. Mən Allaha inanan biriyəm. Ona görə də çətinə düşən kimi Allaha üz tuturam və bilirəm ki, o hər şeyi yoluna qoyacaq. Mənə elə bir yol açacaq ki, heç ağlımın ucundan da keçməyən gözəl şeylər bir gün qapımdan girəcək. Mən indi də onun bu işlərə əl atdığını düşünürəm. Səni mənim rastıma Rəbbimin çıxartdığını düşünürəm. Buna şübhə eləməyə cəsarətim də çatmaz. Çünki sənə rast gəldim. Sən də elə ilk gündən bizim həyatımızın içində ən mühüm yeri tutdun. Sanki o yer sənin imiş. Sanki bu işləri həmişə sən idarə edirsənmiş. Özün də görürsən, tanış olduğumuz bu qısa zaman içində biz sənsiz ola bilmədik. Sən olmadan problemlərin öhdəsindən gələ bilmədik. Anam da, övladlarım da sənə bağlandılar, səni sevdilər. Mən də düşünürəm ki, hər şeyin belə rəvan getməsində mütləq o uca yaradanın təqdiri var. Bunları ayrı-ayrı dilə gətirirəm ki, bəlkə sən də nə demək istədiyimi anlayarsan. Bu dediklərimi bir düşünərsən. Zaman keçir, biz isə hələ də bu çətin yollarda tək başına gedirik. Bəlkə əl-ələ versək, güclərimizi, imkanlarımızı birləşdirsək, özümüz üçün, mənim qəlbi sınıq balalarım üçün, ailə adında möhkəm bir ev qura bilərik. Həyatımızda bir qələbəlik, uşaqların səs-küyləri ilə, sevinç gülüşləri ilə dolu bir qaynar dünya qura bilərik. Mən indi çox halsızam, yatmaq istəyirəm. Sən də qalsan da sağ ol, getsən də sağ ol. Nə qərar versən, ancaq bu dediklərimi bir düşün. Bir də gözümü açanda səni hələ də burada başımın üstündə görsəm, bu mənim üçün sənin müsbət cavabın olmaqla dünyanın ən qiymətli şeyi olacaq. Kamranın ürəyini boşaltdığı bu müddətdə Safiyə başını önünə əymiş, daş heykəl kimi hərəkətsiz oturmuşdu. Kamran sözünü bitirdi, Safiyə də yavaşca ayağa qalxdı. Kamranı yedirtdiyi, çay verdiyi qab-qacağı toplayaraq mətbəxə keçdi. Orada Kamran yuxuya gedən kimi yubandı. Safiyə yataq otağına girəndə Kamran artıq hüzur içində yatmışdı. Səhər saat 6-nı göstərirdi ki, Kamran daha gümrah, yuxusunu almış halı ilə gözlərini açdı. Safiyə nəinki getməmiş, bədənli kresloda olduğu halda başını da Kamranın baş qoyduğu eyni yastığa dayayaraq dərin yuxuya getmiş, bütün gecəni Kamranla burun-buruna yatmışdı. Kamran bunu bir cavab kimi qəbul edərək sevincindən başını irəli uzatdı. Qadının alnından öpdü. Safiyə bunu hiss edədi, gözlərini açdı. Yaxşısanmı? Çox yaxşıyam. Onda mən gedim, işə getməliyəm. Bugün getməsən olmaz? Olar, ancaq bunun üçün bir səbəb olmalıdır. 2 səbəb var. Birincisi, mən hələ çox zəifəm. Məni kimə buraxıb gedirsən? İkincisi də səninlə çox uzun söhbət eləməliyəm. Səninlə çox mühüm bir şeyi danışmalıyam. Bu səbəblər yetərli olarmı? Olar. Safiyə yeni qonşunu tanımadan, bilmədən özünə düşmən hesab edəndə hələ məsələnin ciddiyyətini, bu gördüklərinin yaradanın təqdiri olduğunu anlamamışdı. Aradan keçən zaman ərzində onları bir-birinə möhtac edən durumları yaşadıkca, Kamranın, onun övladlarının bir qayıqkeş qadının mərhəmətinə ehtiyac olduqlarını gördükcə, hiss elədikcə, Safiyə özünün də belə bir qaynar ailə modelinə, səs-küylü ev modelinə ehtiyacı olduğunu içində də olsa özünə etiraf elədi. O artıq anlamışdı ki, əsəbdən dəli kimi olub haray-həşir saldığı həmin o gün onun üzbəyiz qonşuluğuna yeni bir qonşu deyil, sən demə onun qisməti gəlirmiş. Safiyə birdən anladı ki, onun lap əvvəldən başına gələnlər də, həyatından gəlib keçənlər də, tapdıqları da, itirdikləri də, onun bir gün anasız qalmış bir cüt körpəyə mehriban, qayğıkeş bir ana olması üçün, bir dul qalmış çox mədəni, çox ləyaqətli bir insana ömürgün yoldaşı olması üçün imiş. Bütün bunlar sadə bir təsadüf deyil, Allahın təqdiri imiş. Safiyə o gün bir daha Allahın varlığına şəhadət gətirdi. Ona şükür elədi, dualar oxudu. O gün Safiyə bir daha Allahın tək bir ilah olduğuna, qüdrət sahibi olduğuna ürəkdən güvəndi. Onun təqdirini səmimiyyətlə, məsuliyyətlə qəbul elədi. Kamran kimi gözəl bir insanı, Çınar və Çiçək kimi 2 gözəl balaları məsud bəxtiyar eləmək üçün Kamranın təklifini qəbul edərək onunla evləndi.
Safiyə əmin idi ki, bu dəfə hər şey çox fərqli, çox gözəl olacaqdı. Çünki bu ömür yolunu yazan, o yolda hər şeyin uğurlu olması üçün ən kiçik detalları da nizama qoyan qüdrətli bir hökmdarın özü idi. Dünyanın sahibi olan o hökmdar bu qullarını sınamaq üçün onları dərdi-sərdən, vardan yoxdan keçirtmiş, onları təmiz niyyətli, cəsur insanlar olduqlarına şahid olaraq nəhayət onların fədakarlıqlarını bu şəkildə mükafatlandırmışdı. Doğru deyirlər ki, hər işdə bir xeyir var. Doğru deyirlər ki, nə əkərsən, onu da biçərsən. Doğru deyirlər ki, Allah ən gözəl vəkildir. Bir də doğru deyirlər ki, Allah bilir, biz bilmərik. Allahu aləm. Bir xatirə. Dəfn edilmiş arzular. Bir qonşumuz var idi. Adı Tamara idi. 40-45 yaşlarında heç bir gözə batan gözəlliyi, özəlliyi olmayan, hərəkət və davranışlarda qadından çox kişiyə bənzəyən bu qadın Azərbaycanın o vaxtki mühitində cəmiyyət tərəfindən qadınlara hələ ki yasaq edilən iki davranışı ilə köçmüşdü qonşuluğumuza. Onlardan birincisi onun kişilər kimi şalvar geyməsi idi. Qonşuluğumuzda yaşadığı müddət ərzində biz onu heç vaxt qadın geyimində görmədik. Ancaq onun geydiyi şalvarlarda daha çox işçilərin, fəhlələrin geydiyi sadə şalvarlar olurdu. Yəni biz onu o vaxtlar hələ yeni dəvə düşməyə başladığı üçün moda xatirinə zövqlə tikdirilib geyinilən şalvarlarla cəmiyyətə çıxdığını söyləyə bilməzdik. Tamara şalvar geyirdisə də öz görünüşü ilə adama daha çox səliqəsiz, geyiminə çox da fikir verməyən, ətraf mühitin də onun haqqında nə düşündüyünə etinasız qalan qəribə bir insan təsiri bağışlayırdı. İşçi paltarına bənzəyən sadə bezdən şalvar geyməsi, saçını çox vaxt oğlan sayağı qısa vurdurması, özünün görkəminə heç fikir verməməsi onu cəlbedici edirdisə də, bu ifadə burada mənfi anlama gəlirdi. Çünki əgər Tamara cəmiyyətdə diqqət çəkirdisə də, bu da onun öz görkəminə fikir verməməsi, bu cəmiyyətin qadınlarına bənzəməməsi səbəbilə ola bilirdi. Onun ikinci yasaq hərəkəti qadın olaraq siqaret çəkməyi idi ki, şəxsən mən onu siqaret çəkən görməmişdim. Ancaq hər kəs deyirdi ki, o siqaret çəkirmiş. Bu xəbəri də məhəllədə yayan daha çox uşaqlar idilər. Görünür Tamara böyüklərin olduğu ortamda özünü kontrolda tutur, siqaret çəkməkdən özünü saxlayırmışsa da, bəlkə uşaqların olduğu yerlərdə buna çox da fikir vermirmiş ki, uşaqlar da bu gördüklərini məhəllədə yayırdılar. Beləcə Tamara öz qəribəlik sayəsində üzərinə bir dəli damğası da almışdı. Belə ki, bu qadının adı Tamara olsa da, o vaxtki cəmiyyətin asanlıqla qəbul edə bilmədiyi səbəblər üzündən hamı ona dəli Tamara deyirdi. Elin gözü tərəzidir deyirlər, ancaq bəzən bu tərəziyə heç kimin izah edə bilmədiyi, səbəbi də heç kimə bəlli olmadığı bir fərqlilik də qoyula bilirdi ki, bu fərqliliyin səbəbini araşdırmağa, qiymətini də ona görə verməyə heç kimin nə vaxtı olurdu, nə də həvəsi. Belə hallarda insanlar özlərinə bənzəməyən, müəyyən fərqli cəhətlərə sahib olan insanlara qısaca dəli adlandırmaqla işlərini bitmiş hesab edirdilər. Təəssüf hissi ilə etiraf etməliyəm ki, bu hər zaman belə olub. İnsanlar özlərinə bənzəməyən, onlardan azacıq fərqlənən adamlara qarşı həmişə belə amansız, zalım olublar. Halbuki qonşuluq elədiyimiz 5 il ərzində mən o qadından heç bir dəlilik görməmişdim. Bu qadında olsa sadəcə bir qeyri-adilik görmüşdüm. Bu qeyri-adiliyin də heç kimə heç bir zərəri yox idi. Bu qadın 2 otaqlı mənzildə tək yaşayırdı. Eşitmişdim ki, gəncliyində bir ailə faciəsi yaşamış, əlini ərinin qanına bulamış, əri öldüyü üçün cəza alaraq 12 il həbs yatmışdı. Bəlkə də davranışlarındakı qeyri-adilik də bundan irəli gəlirdi. O heç kimə yovuşmaz, heç salam da verməzdi. Haqlı ya haqsız, sanki bütün dünyadan küsmüşdü. Onun ailə faciəsində bizlərdən heç kimin günahı yox idisə də, belə görünürdü ki, Tamara həyatını cəhənnəmə çevirənlərin, onu 12 il zindan divarları arxasında gizlədənlərin heyfini bizdən tanımadığı, bilmədiyi, onun həyatı ilə heç bir əlaqəsi olmayan insanlardan çıxırdı. Buna onun haqqı var idimi bilmirəm. Ancaq biz qonşular onu necə görürmüşdüksə, elə də qəbul eləmişdik.
O bizi həyatına yaxın buraxmadığına görə biz də onun həyatına müdaxilə etmədən həyatımıza davam edirdik. Heç kimin onunla bir işi yox idi. Təkcə uşaqların cürbəcür yaramazlıqlarının içində Tamaranı görən kimi dəli Tamara deyərək onu evinə qədər bu adla müşahidə etmələri var idi ki, insafən bizim xəbərimiz olanda hər kəs öz uşağının qulağını çəkirdi. Adi günlərdən biri idi. Mən birinci növbədə dərslərimi bitirib evə gəldim. Qapını açarla açırdım ki, üzbəyiz qonşum qapını açıb salam verdi. Ardından da dedi ki, biraz əvvəl Tamara bizim qapıya gəlibmiş. Qapını elə zərblə döyürmüş ki, o da bu səsə çıxıb qapını döyənin Tamara olduğunu görüb. Qonşu dedi ki, Tamara yarım saata kimi burada durmuş, gah qapını döymüş, gah pilləkanda oturmuş, nəhayət qalxıb getmişdi. Qonşu bir də onu dedi ki, o çox əsəbiymiş. O qədər ki, dəfələrcə ona bu saatda bizim evdə olmadığımızı, mənim işdə olduğumu söyləyirmişsə də, Tamara bu sözlərə əhəmiyyət vermədən əsəbliklə qapını döyməkdə davam edirmiş. Mən qonşuya öz minnətdarlığımı bildirdim. Özüm də çox həyəcanlandım. Bu hər nə məsələ idisə, mütləq mənim kiçik oğlumla, çox güman ki, onun növbəti yaranmazlığı ilə əlaqəli olmalıydı. Ağlıma bundan başqa bir şey gəlmirdi. Çünki bundan əvvəl də 8 yaşlı kiçik oğlum Tamaranın onu əyri-əyri süzdüyündən, bu üzdən ondan qorxduğundan mənə şikayət eləmişdi. Ancaq mən də bilirdim ki, Tamaranın ona kinli-kinli baxmasının mütləq bir səbəbi olmuşdu. Mənim nadinc oğlum nəfəsi kəsilə-kəsilə mənə Tamaradan şikayət edəndə mən də anlayırdım ki, oğlum yaramaz uşaqlara qoşularaq yəqin ki, bu qadını səbəbsiz yerə əsəbləşdirirmiş. Kiçik oğlum uşaqlığında o qədər göyçək idi ki, o qədər yaraşıqlı idi ki, heç kimin ona acı söz deməyə dili gəlmirdi. Bununla belə oğlumun nadinc olduğunu da hamı bilirdi. Kimisi biz valideynlərə xətir edir, kimisi də bu gözə gəlmiş uşağın özünə qıymırdı. Mən bütün bunları bilirdim. Üstəlik oğlumun bu uşaqların arasında ən kiçik, lakin ən nadinc biri olduğunu da bilirdim. Mən ona hər dəfə öyüd verir, biraz fədakar olub uşaqları da bu qadına qarşı mərhəmətli olmağı çağırmağı tövsiyə edirdim. Ancaq belə görünürdü ki, oğlum da əksər uşaqlar kimi mənim öyüdlərimi bir qulağından alıb, o biri qulağından verirmiş. Mən çantamı, kitablarımı yerbəyə eləyib evdən çıxdım. Tamara ilə görüşməli idim. Gəlişinin səbəbini öyrənməli idim. Bir günahsız insanın mənim oğlumun yaramazlığı üzündən narahat edilməsinə vicdanım razı gəlmirdi. Biz hamımız o vaxt yeni dəbə düşmüş, ölkənin hər yerində yeni-yeni tikilməyə başlamış 9 bloklu, 9 mərtəbəli binalardan birində yaşayırdıq. Biz binanın 6-cı blokunda, Tamara isə 4-cü blokunda yaşayırdı. Mən liftə minib yuxarı qalxdım, qapının zəngini bastım. Aradan 1-2 dəqiqə keçmişdi ki, qapı açıldı, mən çaşqınlıq içində donub qaldım. Qarşımda heç bir cəhəti ilə hər gün gördüyüm dəli Tamaraya bənzəməyən bir qadın dayanmışdı. Əvvəlcə elə bildim ki, qapını səhv salmışam. Ancaq bir yandan da onu gözlərindən Tamaraya bənzədirdim və fikirləşdim ki, bəlkə onun bacısıdır. Nəhayət qadın dilləndi, mən də onu tanıdım. Qarşımdakı görünür yenicə çimib çıxdığı üçün üzünün dərisi işım-işım işıldayan, yanaqları al-qırmızı rəngdə od tutub yanan, yaş saçını səliqə ilə darayıb boynunun arxasında toplamış, əynində bəmbəyaz atlas xalat, ayağında da üstündə dovşan quyruğuna bənzər toppuzu olan çəhrayı rəngli yumşaq başmaq geymiş bu qadın Tamaranın özü idi. Görünür, mənim çox geniş açılmış təəccüb dolu gözlərimlə ona baxmağım uzun sürmüşdü ki, Tamara bu uzun sürən sükutu pozdu. Salam, əgər çəkilmirsənsə içəri gəl. Mən ancaq indi özümə gəldim və salam verdim. Salam, niyə çəkinim ki? Lap yaxşı, qorxma, içəri gəl. Mənə dəli adı vermişsinizsə də, mən dəli deyiləm. Sənə dəli adı vermişik? Biz? Bəs kim? Mənim xəstəxanadan bir dəlili kağızım yoxdur. Heç vaxt da olmayıb. Mən onun qınağını onsuz da haqlı sayırdım. Odur ki, gözüm ətrafdakı gözəlliklərdəykən dilim də bunları dedi. Gərək bağışlayasan, uşaqlar sənə qarşı çox yaramazlıq ediblər. Təkcə uşaqlar? Mən hamının yerinə cavab verə bilmərəm. Doğrudur, sən də haqlısan. Şəxsi tanışlığımız olmasa da uzaqdan uzağa sizin ailəyə hörmətim var. Siz başqasınız. Təkcə o yaraşıqlı yaramaz. O qədər də şirindir ki, qoşulub məhnənin tərbiyəsiz uşaqlarına. Keç otur. Mənimlə bir fincan çay içərsənmi? Zəhmət olmasın. Belə düşün ki, bəlkə də mənim bu zəhmətə ehtiyacım var. Onun bu sözlərindən ürəyim kövrəldi. Eləmi? Nə gözəl. Elə isə gətir çək. Mən də indicə işdən gəlmişəm, dedim. O mətbəxə keçdi.
Mən də fürsətdən istifadə edərək bütün evi, evin səliqə sahmanını, xüsusi bir zövqlə bəzədildiyini nəzərdən keçirtdim. Ürəyimdə də düşündüm ki, biri gəlib mənə bu gördüklərini bir-bir danışsaydı, bu dəfə də mən onu dəli adlandırardım. Çünki mənim bu gördüklərim tanıdığımız, bildiyimiz Tamaradan o qədər uzaq şeylər idi ki, evindəki əşyalar, salondakı keyfiyyətli taxtlar, təmiz dəridən hazırlanmış mebel dəstləri başda olmaqla mətbəx mebelindən tutmuş, yatağındakı mebelə kimi hər şey o vaxtın dəvinə aid son moda olmaqla həm də bahalı əşyalar idi. Hər divarda məşhur rəssamların yağlı boya ilə çəkilmiş böyük tabloları asılmışdı ki, bunlar da başlı başına bir sərvət sayılırdı. Üstəlik hər şey elə gözəl düzülmüş, elə zövqlə yerləşdirilmişdi ki, heç kimin bəyənmədiyi Tamaranın evi ya dünən ya da 3 gün bundan əvvəl gəlin gəlmiş bir gəlinin evini xatırladırdı. Mən şok olmuşdum. Lakin mən gözümlə gördüklərimdən çox bu gördüklərimə verdiyim anlamdan şok olmuşdum. Sən demə, mənim bu gördüklərim adına dəli damğası vurulmuş Tamaranın iç dünyasıymış və bu dünya bu qədər bahalı, bu qədər gözəl, bu qədər qüsursuz, məsum və bakirə imiş. Mən heç vaxt Tamaranın həyatı ilə maraqlanmamışdım. Bunun üçün heç bir səbəbim də yox idi. Bildiklərim yalnız ondan ibarət idi ki, o hardasa çalışır, öz çörəyini özü qazanırdı. İndi onun evindəki bu gözəllikləri gördüyümdə vicdanım sızıldadı. Birdən anladım ki, özümüzü cəmiyyətin normal ailələri hesab edən bizlər həyatımızı övladlarımıza həsr edərək bu qaçaqoğlu dünyada özümüzün və övladlarımızın ehtiyaclarını qazanmaq üçün uğraşırkən özümüzdən başqa heç kimi görməmişik. Məyərsə lap yaxınımızda həyatını tamam fərqli şəkildə sürdürənlər də var imiş. Biz bu 5 günlük dünyada tox yaşamaq üçün yaşam mücadiləsi verərkən, bunun üçün də bitmək bilməyən bir marafonda yollara düşərək, arxamıza belə baxmadan irəliləyərkən, bizdən ikicə blok o tərəfdə bu dünyada özündən başqa heç kimi olmayan Tamara da var imiş ki, həyatını məna ilə doldurmaq üçün evində əlindən çoxdan qayıb getmiş keçmişini həbs edib saxlamaqda, o keçmişi bir çəkiliş meydançasını, bir muzey guşəsini xatırladan ortamda da olsa, ürəyinin istədiyi kimi yaşamağa çalışmaqda imiş. O illərlə gündüzləri hansısa bir işdə çalışaraq, axşamları evinə dönür, evində özünün puç olmuş xəyalları üçün belə bir guşə yaradaraq, teatr səhnəsinə bənzəyən bu guşədə həyatına bu şəkildə davam edirmiş. Belə görünürdü ki, Tamara o guşədə öz keçmişini, puç olmuş gəncliyini gerçəkləşdirməmiş arzularını yaşayırmış. Tamara o guşədə keçirəcəyi hər ana, həm o qədər məsuliyyətlə yanaşırmış ki, evə girər-girməz əvvəlcə o gözəl guşəyə heç yaraşmayan üst başından azad olurmuş. Bu fani dünyanın onun üçün biçdiyi geyimləri üstündən atır, duş qəbul edib özünü təmizə çıxardır. Sonra da gəncliyində edəcəyi kimi özünə çəki düzən verir. Ancaq bundan sonra uzunluğu bugünün son saatlarından başlayaraq yalnız sabah açılana qədər, yəni yeni günün başlamasına kimi davam edən bu nağıl dünyasında özünün için olmayan arzularını bu qədərcik də olsa yaşamaqla məşğul olurmuş. Sən demə, Tamara bu evdə gözlərdən iraq, öz xəyallarının arasında ömür sürürmüş. O öz həyatını məntiqli şəkildə ikiyə bölərək, günün birinci hissəsini sevmədiyi, güvənmədiyi, bəlkə də hələ nifrət elədiyi bir cəmiyyətə özünün səliqəsiz, qadından çox kişiyə bənzər halı ilə çalışaraq başa vururmuşsa, günün ikinci hissəsini bu çirkin, ədalətsiz dünyanın pisliklərindən arınmaq üçün özünə evinə getirir. Üst başını da dəyişərək anasının bir zamanlar doğduğu həmin o məsum Tamaraya dönür və bu nağla bənzər zövqlə dizayn edilmiş ideal dünyanın içində özünün bir zamanlar puç olmuş arzularını yaşamağa çalışırmış. Və bu bədbəxt qadın özünün hazırladığı, müəllifi də, oyuncusu da bir tək özü olduğu bu səhnəciyin bir aldanış olduğunu ya heç hiss etmirdi, ya da qəbul etmirdi. Mənim kimi bu mənzərəni kənar gözlə izləyən biri üçün bu seçimdə ən qorxuncusu ikinci hal idi. Çünki bir aldanışı hiss etməmək bəlkə də o qədər də dəhşətli bir şey sayılmazdı. Halbuki bir şeyin yalan olduğunu, bir aldanış olduğunu bildiyin halda onu qəbul etməmək gerçəkdən də dəhşətli bir şey olmalıydı. Bu durum bir insanın həyatdan ümidini üzərək boş bir xəyala, bir aldanışa təslim olması demək idi. O aldanışa uyaraq
Yerlə göy arasında uydurulmuş bir dünya qurması, o dünyada uydurulmuş bir həyat yaşaması demək idi. Həm də qaynar qazana bənzəyən bu cəmiyyətin tam ortasında, həm də o cəmiyyətdən büsbütün təcrid edilmiş olaraq, həm də ətrafdakı reallığı o xəyal dünyasına bir addım belə yaxın buraxmadan. Bu nə qədər qorxunc bir şey olmalı idi. Bu bir canlı varlıq üçün, xüsusən də əgər bu canlı varlıq orta yaşlı bir qadın idisə, onun üçün gerçəkdən də ümidin bitdiyi yer demək idi. Halbuki ümid biz insanların yaşadan qoşa qanaddır. Hər şey bitə bilər, biz yenə də yaşaya bilərik. Ancaq əgər ümid bitərsə, biz yaşaya bilmərik. Qanadı qırılmış quş kimi yerə çaxılarıq, məhv olub gedərik. Ancaq o zaman həyat da bitər. Mənim o gün o evdə gördüyüm mənzərədə ümid bitmişdi. Tamara üçün artıq ümid deyə bir şey qalmamışdı. Sadəcə o səhnəcik qalmışdı. O səhnəcik də çox güman ki, Tamaranın ömrünün bitdiyi yerə qədər davam edəcəkdi. Kənar gözdən iraq, hər kəsdən xəlvət. Mən o gün Tamaranın evindən ağır təəssüratlarla yüklənərək evə gəldim. Biz o gün Tamara ilə çox şey də danışmadıq. Söhbətimiz əsasən necə deyirlər, havadan sudan oldu. Danışan onun evi, qurduğu səhnəcik, mənim özümün gözümlə gördüklərimə verdiyim anlam oldu. Gördüklərim mənə çox şeylər, həm də çox ağır şeylər danışdı. Bəzən bir təsadüf insana bir həyata yetəcək qədər ağır dərs verə bilir. Bu təsadüf də mənə bir ömrə yetəcək qədər ağır bir dərs vermişdi o gün. Tamara o gün çox danışmadı. Heç oğlumdan da şikayət eləmədi. Ancaq mən o gün Tamaranı elə gözəl anladım ki, anladıqlarımı da ailəmə, xüsusən də kiçik oğluma elə gözəl anlattım ki, bizimlə birlikdə o yaramaz kiçik oğlum da o gündən Tamaraya qarşı çox hörmətlə davranmağa başladı. Mən çoxdan anlamışam ki, bir ömür uzaqlığında qoyub gəldiyimiz xatirələrin bu günlərə get-gəl eləməsi heç də boş yerə deyil. O xatirələrin bizim bugünkü həyatımıza təsiri var. Hətta bu təsir çox böyükdür həm də. Bu dəfə də belə görünür ki, aradan bu qədər zaman keçəndən sonra 30 il bundan öncə qonşum olmuş o qəribə insanı mən əbəs yerə xatırlamadım. Doğrudur, mənim istər gəncliyimdə olsun, istər bütövlükdə geridə buraxdım həyatımda olsun, Tamaranın acı talihine bənzər heç nə yaşanmamışdı, çox şükür. Təkcə bugünümdə, bugün yaşadığım həyatın müəyyən məqamlarında sanki Tamaranın xəyalı dünyasını xatırladan bəzi paralellər olduğunu düşünürəm. Təbii ki, hər insan fərqlidir. Odur ki, hər kəsin arzusu da onun özünə görədir. Bu arzular da bu yerdə təkcə həyata keçməməsi ilə bənzər ola bilər. Tamaranı xatırladım və bir də baxdım ki, sən demə mən də nə vaxtdır həyatımda onun kimi puç olmuş bir arzunun xəyalını qururanmış. Bir zamandan bəri mən də eynən Tamara kimi bir arzunun xəyalda da olsa yaşamağa çalışıram və bu yolda elədiyim cəhdlər baxımından özüm də Tamaraya bənzəriyəm. Yəni mən də artıq keçib getmiş, Çin olması heç vaxt mümkün olmayan bir arzunun ardından gedərək zamanla onu şirin bir xəyala çevirmişəm. Eynən Tamara kimi o xəyalla yaşamıma davam etmək üçün əlimdən gələni eldirənmiş, fəqət bundan özümün də xəbərim yox imiş. Tamaranı xatırlamağım bəzi şeylərə gözümü açmış oldum. Mən də qəbul elədim ki, təkcə bu mənada, yəni bir arzunu əldən verərək onun xəyalı ilə yaşamaq anlamında məni də Tamaraya bənzətmək olar bugün. Çünki bir vaxtlar mənim də şirin bir arzum var idi. Ancaq mən o arzumu çata bilmədim. İndi artıq bu barədə ciddi söz açmamın mənası da qalmamışdır. O arzunun Çin olmasından ümidini üzdüyüm gün mən onu qəlbimə göndüm və belə görünür ki, bugün artıq həyatımı mənim üçün o arzunun əvəz edə biləcək bir xəyalın içində zaman keçirdərək yaşayıram. Nə idi o arzu ki, özünü həyata keçirmək mənə qismət olmadısa da, xəyalı yaxamı buraxmadı. Ömrümə yoldaş olaraq mənim də bu günlərə kimi gəldi. Ömrümün ən gözəl çağında, gənclik illərimin ən həvəsli, ən məhsuldar dövründə mənim bütün varlığıma hakim kəsilmiş şirin bir arzum var idi. İstəyirdim ki, özümün bir məktəbim olsun. Heç kimi müdaxilə edə bilməyəcəyi, fəaliyyətinə qarışa bilməyəcəyi, bütün var olan məktəblərdən yerlə göy qədər fərqlənən bir məktəb. Fəaliyyətinə dair, müəllim seçiminə dair, şagirdlərin qarşısına qoyacağım tələblərə dair bütün ixtiyarın bir tək mənə aid olacağı bir məktəb. Təhsil sisteminə aid bütün qərarlarını özüm verə biləcəyim özəl bir məktəb. Bu yöndə inanıram ki, o arzum baş tutsaydı,
Mənim məktəbim çox gözəl məktəb olacaqdı. Çoxdan yenilənməyə, reformlar keçirilməsinə ehtiyacı olan cəmiyyətimizdə çox gözəl nəticələr verməkdə fərqlənəcəkdi mənim məktəbim. Cəmiyyətin belə bir məktəbə ehtiyacı olduğuna hər gün özüm də şahid olurdum. O vaxt çox uymuşdum bu arzuya. Onu həyata keçirmək üçün əlimdən gələni eləməyə hazır idim. Ömür keçdi, ancaq o arzum kimi ola bilmədi. Çünki yaşadığımız mühitin amansız şərtləri belə bir arzunun içində olmasına müsait değildi. Heç bugün də müsait deyil. Əvvəlcə ondan başlayım ki, bu arzu boş yerə əmələ gəlməmişdi. Bu arzu özümün də zaman-zaman gah şagirdi, gah müəllimi, gah da valideyni olduğum bu təhsil sisteminə qarşı içimdə yığılmış bir ümidsizlikdən, bir bezmişlikdən, bir bitmişlikdən yaranmışdı. Mən ömrümün 30 ilini müəllim sənətinə vermiş bir insan olsam da, nə özüm oxudum, nə uşaqlarımın oxuduğu, nə də sonrasında 30 il çalışdığım məktəbləri, o məktəblərdə həyata keçirilən təhsil sistemini heç vaxt bəyənmədim, heç vaxt sevmədim, sevə bilmədim. Mən özüm oxuduğum məktəblərdə nəfəs darlığı çəkə-çəkə, boğula-boğula oxudum. Çalışdığım bütün məktəblərdə də təhsil sisteminin bütün qayda qanunlarına qarşı üsyan edə-edə çalışdım. Çünki heç nə ürəyimcə deyildi. Mən bəlkə də birbaşa Sovet sistemindən olmasa da, ümumilikdə adına Sovet sistemi deyilən, ancaq onun yerlərdə cürbəcür eybəcərliklərə məruz qalmış, deformasiyaya uğramış son halından həmişə narazı idim. Bəlkə kimsə xatırlayar da, mən bu barədə fikirlərimi hər zaman, hər yerdə açıq şəkildə söyləyirdim də, ancaq heç nə dəyişmirdi. Azad fikirlərimi söyləməklə mən ancaq bir şeyə nail olurdum ki, bu da bədxahlarımın sayının artması olurdu. Və bir gün gəldi ki, bəlkə şüurumu əsir götürmüş ümidsizlikdən yorulduğum üçün, bəlkə ürəyimə dolmuş çarəsizlikdən bezdiyim üçün, artıq səbəb nə oldusa, bir gün mən xam xəyala düşərək bu bir arzuya qapıldım. Özümün bir məktəbin olsun istədim. O məktəbdə hər şey mənim qoyduğum qanunlara əsasən fəaliyyət göstərəcəkdi. O qanunlar da qüsursuz olacaqdı. Yetişməkdə olan nəsillərin başlarını qiymətli biliklərlə doldurmazdan əvvəl, ən başda onların təmiz vicdanlı, doğru sözlü, doğru davranışlı, şərəfli insanlar kimi yetişməsinə xidmət edəcəkdi. Mən o məktəbdə müəllimlər üçün də bir ölçü, yüksək bir meyar təyin edəcəkdim. Belə ki, orada çalışmaq üçün ətrafıma ancaq təmiz vicdanlı, dünyaya bir müəllim, bir pedaqoq kimi doğulmuş insanları toplayacaq, belələrini işə alacaqdım. Onlar şagirdləri, valideynlərinə də çox sevəcəkdilər. Onlara gələcəyin insanları kimi baxacaq, yeri gələndə onları yarıtmaz, xəstə təfəkkürlü doğmaca valideynlərinə də qoruyacaqdılar. Mənə başçılıq edəcəyim məktəbdə uşaqlara ən başda insanlıq öyrədiləcəkdi. Hər şey onların ləyaqətli insan adına layiq şəkildə böyüməsinə xidmət edəcəkdi. Bu çox gözəl arzu idi, çox böyük arzu idi. Bu arzumu yerinə yetirmək üçün mənim böyük imkanlara ehtiyacım var idi. Lakin mənim öz tərəfimdən ortaya qoya biləcəyim ancaq təmiz vicdanım, savadım, təşkilatçılıq qabiliyyətim, sonsuz sevgim və tükənməz həvəsim idi. Halbuki bu böyüklükdə arzunu həyata keçirmək üçün bunlar yetərli deyildi. Bu yolda mənim ortaya qoyduğum şəxsi imkanlarımdan əlavə hələ çox böyük sərmayəyə, güclü tanışlıq dəstəsinə, arxamda duracaq hökm sahiblərinə və daha nələrə ehtiyac olacaqdı. Əvvəla məndə bunların heç biri yox idi. İkincisi də hətta belə bir arzunun için olması xatirinə də olsa, kiməsə boyun əyməyi qüruruma yedirdə bilmədiyimdən bu arzu için ola bilmədi. Mənim öz məktəbim arzum elə arzu olaraq da qaldı. İndi buradan baxanda anlayıram ki, görünür həyatımın hansı bir anındasa, bundan sonra heç vaxt Çin olmayacağını bildiyim üçün mən o arzunu arzu olmaqdan çıxartmış, özüm də bilmədən onu bir xəyala çevirmişəm. Demək ki, bu arzunu mən hələ də ürəyimdə yaşadırammış. Bugün mən artıq özümə də cəsarətlə etiraf edə bilərəm ki, sən demə, əlimə qələm alaraq Allahın bizi imtahan etmək üçün göndərdiyi bu dünyanın min bir halından, insanların keçdiyi əyri-düz həyat yolundan, talihlərin yürüdüyü enişli yoxuşlu yollardan bəhs edən kitablar yazmaqla mən əslində çox geniş bir auditoriyaya dərs deməyə çıxmışammış. Bunu bugün o köhnə qonşumu xatırlayandan sonra anladım. Sən demə yazmaqda həmin o arzunun qarşımda açdığı alternativ yollardan biri olacaqmış ki, bu kitabları yazdığım gündən dünya boyda bir sinifə girdiyimdən,
o sinifdə dərs dediyimdən özümün belə xəbərim yox imiş. Mən birdən anladım ki, mən özüm də bilmədən həmin o arzunu nə zamandır bu şəkildə həyata keçirdirəmmiş. Sadəcə bunun fərqində deyiləmmiş. Anladım ki, yazmaq da əslində dərs demək, yol göstərmək, öğüt vermək kimi bir fəaliyyətdir. Burada bir şeyi etiraf etməyin yeri də var ki, yazmağın hətta dərs deməkdən daha üstün bir cəhəti də var imiş. Belə ki, fikirlərimi yazıya tökməklə mən bugün dərsimi yalnız bir sinfin şagirdlərinə deyil, bütün dünyanın gənclərində demiş oluram. Zaten mən nə yazıramsa bütün insanlar üçün, əsasən də yetişməkdə olan nəsillər üçün yazıram. Belə çıxır ki, mən də Tamara kimi dünyanın ən ucqar bir yerində öz evimdən, özümün iş otağımdan kənara çıxmadan öz məktəbim xəyalımı qurmuş, kitablarımı yazmaqla nəhayət tamamən mənə aid olan bir məktəbin fəaliyyətinə nail olmuşam. Bununla da əlimə qələm alıb yazmağa başladığım gündən mən o arzumun özünü deyilsə də xəyalını yaşayırlarmış. Bugün mən nəhayət anladım ki, kitablarım mənim məktəbimdir. Mən də elə heç düşünürdüm ki, niyə yazmaq mənə bu qədər şirin gəlir? Niyə mən yazmaqdan bu qədər zövq alıram? Sən demə səbəb bu imiş. İş otağım mənim məktəbim, kitablarım isə mənim auditoriyam imiş. Həm də dünyaya açılan bir auditoriya. Təsadüfə baxın ki, bir zamanlar xəyalını qurduğum kimi özüm də o məktəbin yeganə müəllimiyəm həm də. Bununla bəzən qürur duysam da, onu da anlayıram ki, boynuma düşən məsuliyyət də böyükdür. Çünki gördüyüm işin savabı da, günahı da təkcə mənim boynumadır. Həm də mən bu məsuliyyəti təkcə insanların qarşısında deyil, Allahın Cəllə Cəlaluhu qarşısında daşıyıram ki, bunun nə demək olduğunu mömin insanlar daha yaxşı bilirlər. Mən də bunu bildiyim üçün bu fəaliyyətimi həm bir qorxunun əsarətində, həm də bir ümidin qanadlarında yaşayaraq davam etdirirəm. Ümid edirəm ki, Allah bu fəaliyyətimi günaha yazmaz inşallah. Çünki mənim niyyətim ona bəllidir. Mən niyyətimə uyaraq sevdiyim bu işə böyük məsuliyyətlə yanaşıram. 30 il bundan əvvəl öz məktəbimdə şagirdlərimə nələrdən dərs deməyi arzulayırdımsa, bu gün də gündəliyindəki mövzular eynidir. Mənim hər dərsimin özünə aid bir başlığı vardır. O başlıqlar mövzulara görə tez-tez dəyişə bilər. Mövzular müxtəlif ola bilər. Ancaq o dərslərin ortaya qoyduğu, nail olmağa çalışdığı niyyət mənim məktəbimin üzərinə götürdüyü ana başlıqda gizlidir. Aradan yarım əsrlik bir zaman keçdisə də, o ana başlıq bugün də eynidir. Bugün də aktualdır. Mənim dərslərimin mövzuları müxtəlifliyi ilə dəyərli ola bilər. Çünki gətirdiyim misallar da daha çox insan həyatının gerçəkliyini, mövzu baxımından müxtəlifliyini özündə əks etdirən çeşid-çeşid nümunələrdən ibarət olur. Ancaq mən hər zaman tək bir şeydən əminəm. Mən əminəm ki, o dərslərin mətnləri mənim bugün də sadiq qaldığım ana başlığın missiyasına uyğun gələn bir niyyət daşıyırlar. Mənim dərslərimin hamısı bugün də o müxtəlif mətnlərin içinə yer alan, gizli şəkildə də olsa yoluna davam edən tək bir niyyətə, tək bir məqsədə xidmət edir. Şərəfli insan yetişdirmək. Sona doğru irəliləyən 70 ildən artıq ömrümdə istər bir müəllim kimi, istərsə də sadəcə bir insan kimi mənim insanlığa uyğuladığım ölçü meyarım hər zaman belə yüksək oldu. Odur ki, bugün çox illərdən sonra dünyanı görə-görə, hər halına şahid ola-ola uzun bir yol gəlmiş bir insan kimi mənim bu dünya qarşısında artıq daha böyük əminliklə, daha böyük cəsarətlə iddia edə biləcəyim bir həqiqətim var. Əgər bir insanda şərəf yoxdursa, artıq onda başqa bir insani keyfiyyət axtarmağın da mənası yoxdur. İnsan hansı sənətin sahibi olursa olsun, onda ilk öncə şərəf olmalıdır. İnsan sənəti ilə deyil, ancaq şərəfi ilə insan ola bilər. Çünki Allah insanı şərəfli yaratmışdır. Bunun ən böyük sübutu da Quranın İsra surəsindəki bu ayətdir. Şanıma and olsun ki, biz Adəm oğlunu şərəfli qıldıq. Onları quruda və dənizdə vasitələrlə daşıdıq və gözəl, xoş nemətlərlə bəslədik. Yaratdıqlarımızın çoxunun üzərinə keçirtdik. İsra surəsi 70. Allahu aləm. Bir söhbət, dualar və həyata dair fikirlər. Dualardan söz düşəndə, mən də həmişə anamın dilindən tez-tez eşitdiyim bir duanı xatırlayıram. Bu duaya anaların duası da deyə bilərik. Çünki fikir versək görərik ki, el içində bu duanı az qala hər tanıdığımız ananın dilindən dəfələrcə eşitmişik. Əvvəlcə Allahdan anama və bütün dünyasını dəyişmiş analara rəhmət diləyirəm. Həyatda olan analara da can sağlığı, səbir və dəyanət arzu edirəm.
onlara övladlarını doğru yola yönəltməyi, Allahın sevdiyi qulları kimi böyütməyi tövsiyə edirəm. Mən ürəkdən inanıram ki, iman yolunu tutan, övladlarını da müsəlman kimi yetişdirən anaları yolun sonunda böyük mükafatlar gözləyir. Allahu aləm. Mən yenə də anamı xatırlayıram. Xatırlayıram ki, anam bütün namazlarını bu dua ilə bitirərdi. Allahım, dünyanı salamat eylə ki, bu dünyada baş verənlərdə heç bir günahı olmayan övladlarımız həyatlarını huzur içində, rifah və əminamanlıq içində yaşaya bilsinlər. Onlara müharibətsiz, salih əməllərlə dolu ömür yolu nəsib elə ki, həyatlarını faydalı işlərə sərf edə bilsinlər və ən vacib işləri, peşələrdə sənə ibadət eləmək olsun. Amin. Bugün mən də bir ana olaraq anaların bu duasına qatılıram. Mən də ürəkdən bir amin deyirəm. Amin ya Rəbbim, amin. Qəribədir ki, bu dünyada hər kəsin bildiyi bir həqiqət var ki, insanlar bugün də o həqiqətə ciddi yanaşmırlar. Bugün də o həqiqətə görə davranmırlar. O həqiqət bu dünyanın fani olduğu, bir gün son bulacağı faktıdır. Son dediyimiz məhfum isə heç də eyni ölçüdə deyil. Son var bir günə, son var 1 ilə, son var 10 ilə, son var 100 ilə gerçəkləşə bilər. Burada bütün rəqəmləri saymağa ehtiyac da yoxdur. Sadəcə bir şeyi anlamaq lazımdır ki, həyat adlanan ölçü hər insan üçün başqa-başqadır. İnsanların anlayıb qəbul edəcəyi əsas məsələ odur ki, sonun nə vaxt, kimin üçün gələcəyini Allahdan başqa heç kim bilmir. Bunu sadəcə Allahu Teala bilir. İnsanlar da bir tək bunu anlasalar, bir tək bunu qəbul eləsələr, bir tək bu hesabla yaşaya bilsələr. Dünya fanidir, ölüm anidir. Ölüm anidir. Bu da o deməkdir ki, ölüm hər kəsin onu gözlədiyi bir zamanda deyil, hər kəsin onu gözləmədiyi bir zamanda gələr. İnsanoğlunun sabahları açılacaq tək bircə günə də dair garantisi də yoxdursa, demək bu dünya doğrudan da fanidir. Və bu fani dünyada nəyəsə güvənmək, nəyəsə bel bağlamaq nə qədər məntiqlidir, nə qədər doğru fikirdən uzaqdır, deyilmi? Hər kəsin bu dünyada mal-mülk kimi, ailə övlad kimi, min bir nemət kimi bir umacağı vardır. Adətən niyyətlər və məqsədlər o umacaqları qoparmağa yönəliklidir. Halbuki o məqsədə çatanların olduğunu bildiyimiz kimi çatmayanların olduğundan da xəbərimiz var. Məqsədinə çatanlar da, çatmayanlar da bir şeyi heç vaxt unutmamalıdırlar. O nemətlərə bağlanmağın, onlardan dördəlli yapışmağın heç bir mənası yoxdur. Çünki o nemətlər bir gün necə gəlmişsə, bir gündə eləcə gedəcək. Əcəba heç qalıcı nemət yoxdurmu bu dünyada deyə sual oluna bilər. Təbii ki var. O bizim özümüzlə o biri dünyaya aparacağımız nemətlərdir. Gerçək budur ki, hər kəsin bu dünyadan aparacağı tək nemət onun əməlləridir. Quran-ı Kərimə qənim kəsilənlər, ancaq cahillər, iradəsizlər, bir də Allahdan deyil, onun dəyərsiz günahkar qullarından qorxan yaltaqlardır. İnsanoğlunun keçdiyi nə qədər yol varsa, hamısı Sırat körpüsünə çıxır. O yolların hamısı bir gün Sırat körpüsündə birləşəcək. Sırat körpüsündən də ayrılıb ən son durağa istiqamət götürəcək. Subhanallah. Nə böyük hikmət. Allahu aləm.